بسم الله الرحمن الرحيم. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. اللهم صل على Muhammed ve ali Muhammed ve accil faracahum. Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Allah bu mübarək ayda ibadət və itaətlərinizi qəbul eləsin inşallah. Bizim mövzumuz Qur'an-ı Kərimin təfsiridir və tərtibi şəkildə silsiləvari olaraq Qur'an-ı Kərimin bir neçə surəsinin təfsirini demişik bu mübarək ayda. Bugün isə Hucurat surəsinin təfsirinə başlayırıq. Hucurat surəsi 18 ayədən ibarətdir və həmçinin Mədinədə nazil olmuş surədir və bir neçə ictimai dəyərləri, əxlaqi dəyərləri özündə cəm eləyir. Və bu surə bəhs eləyir. Həmçinin bu surəni qeyd eləyim ki, əxlaq surəsi də adlandırırlar. Çünki əxlaqi mövzulara daha çox dəyər verir. Bu surə bir neçə mövzudan bəhs eləyir. Onlardan biri Həzrəti Peyğəmbərlə necə rəftar etməkdir. Müsəlmanlar Həzrəti Peyğəmbərin huzurunda olduqları zaman necə rəftar etməlidirlər? Və yaxud bugünkü dövrdə Həzrət Rəsulullahın ziyarətgahı qəbri kənarında necə rəftar etməlidirlər? İkinci hissəsi bir sıra ictimai əxlaqa işarə eləyir ki, o əxlaqlardan istifadə etməklə insan məhəbbət, səfa, əmniyyət, səmimiyyət və həmçinin İslam camiyyəsində, İslam cəmiyyətində qorunmasına səbəb olur. Amma bu dəyərləri insan itirsə, İslam camiyyəsi də bir-birinə dəymiş olur. Üçüncü mövzu ki, bu surə bəhs eləyir, o budur ki, necə ixtilaflarla mübarizə etmək olar. Müsəlmanlar arasında adətən yaranan ixtilaflarla necə mübarizə etmək olar. Husn-u zənn necə olmalıdır, sui zənn necə olmalıdır və həmçinin sui zəni necə aradan qaldırmaq olar. Bir nəfər bizə xəbər gətirdiyi an o xəbərin düzgünlüyünü araşdırmalıyıq. Bu kimi mövzulara işarə eləyir. Həmçinin dördüncü mövzu ki, işarə eləyir, o budur ki, Allah yanında insanın dəyəri və dəyər ölçüsü nədən ibarətdir? Allah Teala təqva məsələsini burada bəhs eləyir və təqvanı insanın dəyərini ölçmək üçün bir ölçü olaraq təyin edir. Beşinci olaraq demək olar ki, bu surənin bəhs elədiyi mövzu budur ki, iman təkcə dillə kifayət deyil, iman gərək qəlbə yata, iman gərək insanların həyatında təsir qoya ki, deyə biləsən ki, filan kəs imanlı şəxsdir. Onun rəftärindən, əməlindən bunu başa düşməliyik. Altıncı mövzu ki, bu surədə bəhs olunur, bundan ibarətdir ki, iman Allahın böyük bir hədiyyəsidir. Möminlər üçün ki, bu hədiyyə hər kəsə şamil olmur, aid olmur və möminlər gərək iman hədiyyəsinin təşəkkürünü Allaha eləyələr. Allah bu hədiyyəni onlara verməklə onlara bir minnət qoymuşdur. Və sonuncu olaraq bu surə ki bəhs eləyir, o mövzudur ki, Allahın elmi, Allahın agahlığı var sirlər aləminə, qeyb aləminə və odur ki, insan nəyisə yalan danışmağı o demək deyil ki, onun haqq olmağını sübut eləyir. Çünki Allah bu cür şeylərin hamısından agahdır. Və bu surə Hucurat surəsi adlanır. Hucurat, hücrə kəliməsinin cəmidir. Otaq mənasına gəlir. Və ümumiyyətlə, hücrə mən mənasına da mənasındadır əslində. Mənə odur ki, yəni qadağa. Yəni bir otaq ki, mənə məxsusdur, sənə məxsusdur
digər insanın ora daxil olması qadağandır, məgər sahibinin icazəsi ilə. Bu surənin oxunuşu haqqında, tilavəti haqqında ki, nə əhəmiyyəti var, nə fəziləti var, Həzrəti Rəsulullah buyurur, Mən qərəə surətəl hucurati utiyə minəl əcri əşru həsənatin bi ədədi mən ətə Allahə və mən əsahu. Hər kəs Hucurat surəsini oxuya, Allah ona Allahı itaət eləyənlərin və Allahı itaət eləməyənlərin 10 bərabərinin savabını yazar. Bu nə anlama gəlir Həzrət Rəsulullahın hədisinin bu mənası? Anlamı bundan ibarətdir ki, hər kəs bu surənin içərisində o əmirlər ki, Allaha itaət hesab olunur, istər müsbət mənada, istər mənfi mənada, müsbət mənada Allaha itaət olunan əmirlər ki var, bu əmirlərə təbii ki, təkcə oxumaqla deyil, bu surəni gərək əməl eləmiş olasan və həmçinin Allahın çəkindirdiyi qadağalar ki var bu surədə, onlardan çəkinəsən. Bu iki halda, həm müsbət mənada, həm mənfi mənada əməl eləmək səbəb olur ki, o savaba aid olasan, o savab sənə də şamil ola. Və həmçinin Həzrət Rəsulullah buyurur ki, İmam Sadiq əleyhissalam buyurur ki, Mən qərəə surətəl hucurati fi kulli leylətin əv fi kulli yevmin kanə min zuvvari Muhammedin sallallahu aleyhi və alihi və səlləm. Hər kəs bu surənin gecə və yaxud günüz hər gün oxuya, Allah onu Həzrəti Muhammed sallallahu və səllamuhu aleyhin zəvvarından, ziyarətçisindən qərar verər. Təbii ki, bu da yenə o mənadadır ki, bu surənin əməl eləmiş olasan. Amma bu surə bizə hansı ayələr nazil olub və bizə nədən bəhs eləyir? Bu surə qeyd etdiyim kimi 18 ayədən ibarətdir. Birinci ayəsində Allah Teala buyurur, Ya eyyuhəl-ləzinə amanu la tuqaddimu beynə yədəyillah və rəsulihi vəttəqullaha innallaha səmiyun alim. Və qısa tərcümə eləyək ki, 5 ayəsini bugün bəhs eləyəcəyik. Allah buyurur, ey iman gətirənlər, la tuqaddimu beynə yədəyillah və rəsulihi. Allah və onun rəsulundan heç vaxt qabağa keçməyin, əmrdə, itaətdə, sözdə. Vəttəqullaha, Allahdan qorxun, innallaha səmiun alim. Həqiqətən Allah eşidən və biləndir, alimdir. İkinci ayədə Allah Teala buyurur, Ya eyyuhəl-ləzinə amanu, la tərfəu əsvatəkum fəvqə savtən nəbi. Ey iman gətirənlər, səsinizi Peyğəmbərin yanında ucaltmayın. İndi qeyd edəcəyik ki, hansı məsələlər səbəb olmuşdu ki, müsəlmanlar və yaxud müsəlmanlar səsini Peyğəmbərin yanında ucalmışdı ki, o hadisələr səbəb oldu, bu ayələr nazil olsun. Və la təcəru ləhu bil-qavli kəcəhri bəzikum li bəzin. Allah buyurur ki, səsinizi Peyğəmbərin yanında ucaltmayın ki, necə ki, bəzinizin yanında hündürdən danışırsınız, səsinizi ucaldırsınız. Amma Peyğəmbər yanında bu hörmətsizlikdir. Ən təhbitə əmalukum və əntum lə təşurun. Əgər səsinizi Peyğəmbər yanında ucaltsanız, əməlləriniz batil olar və əntum lə təşurun və siz bir halda ki, bunu hiss eləmirsiniz. Üçüncü ayədə Allah Teala buyurur, İnnəl-ləzinə yəğuzzunə əsvatəhum ində rəsulillah. Amma o kəslər ki, Peyğəmbər yanında alçaqdan danışırlar, səslərini qısırlar, Ulaikəl-ləzinə imtihanallahu qulubəhum. Onlar o kəslərdir ki, Allah qəlblərini imtihan eləyibdir. İmtihan eləyib littəqva. Təqva üçün Allah qəlblərini imtihan eləyib. Ləhum məğfirətun və əcrun azim. Onlar üçün Allah yanında məğfirət var, bağışlamaq var və əcrun azim
və böyük əcr və savab vardır. 4-cü surədə buyurur: İnnellezine yunadunke min vera'il hucurati ekseruhum la yaqilun. Ki o kəslər ki səni nida eləyirlər, çağırırlar hücrələrin, otaqların arxasından, yəni qapı dalından, əksəruhum la yaqilun. Kimlər Həzrəti Rəsulullahı çağırırdılar, necə ədəbsizlik eləyirdilər, bunu da bəhs eləyəcəyik inşallah. Və 5-ci ayədə buyurur: "Vələv ennəhum səbəru hətta təxrucu iləyhim ləkânə xeyran ləhum vallahu ğafurun rahim." Peyğəmbər buyurur, səni o hücrələr arxasından, otağının arxasından çağıranlar, çünki deyirlər ki, Həzrəti Rəsulullahın evi, otağının qapısı məscidə açılırdı. Çünki Peyğəmbər idi və təkcə ona icazə var idi. Və o cəhətdən Peyğəmbəri gəlib məsciddə, Mədinədə çağırırdılar. Əgər onlar səbr eləsələr idilər, hətta təxruca iləyhim, ta inki sən evdən çıxasan, otaqdan çıxasan, onlara doğru gələsən, ləkânə xeyran ləhum. Onlar üçün bu iş daha yaxşıdır, daha xeyirlidir. Vallahu ğafurun rahim. Və Allah ğafurdur, bağışlayandır və rəhimdir. Bu 5 ayə bugün bizim bəhsimizin belə deyək, mövzusudur.